Salam dostlar. Hər birinizi salamlayıram uzun ayrılıqdan sonra. Gəlin bugün sizə belə bir açım edim. Hə yox cavabından başlayacağım. Amma bugün çox çəkilişlər edəcəm. Hə yoxla başlayıram. Bir arzu tutun ürəyinizdə. Həmin arzu sonu hə və yoxla cavablanmalıdır dostlar. Baxın görün sizi nə maraqlandırır. Hər hansısa bir sualınız ola bilər. Hər hansısa bir arzunuz ola bilər. Və ya bir probleminizin həlli ola bilər. Qısa bir videoda ona görə hə yox. Şad xəbər gələcək. İndi dostlar 3 variantdır. Birinci kart, ikinci kart, üçüncü kart. Pişiklərlə baxacağım. Bugün görək sizə pişiklər nə deyir. Mən özümdə kaşaçnitsayam. Pişiklərim var. 16-17 dənə. Pişikləri sevirəm. Ümumiyyətlə heyvanları sevirəm. Pişikləri daha çox sevirəm. Birinci variant, ikinci variant, üçüncü variant dostlar. Hə, yox cavabından. İstəsəz pauzanı qoyun, pauzanı basın. Birinci varianta ayrı arzunuzu deyin, ikincisinə ayrı arzunuzu, üçüncüsünə başqa bir arzunuzu və yaxud da kiminsə barəsində düşünə bilərsiniz. Yəni, kimlərinsə barəsində bir sualla baxa bilərsiniz. Bu sizin fantaziyanızdan asılıdır. Baxın, görəyin. Dostlar, hə mi, yox mu? Birinci variantı tutanlar. Mütləq hə. Mütləq hədir burada. Hətta çox sevinəcəksiniz. Birinci tonlar mütləq və mütləq hə cavabıdır dostlar. İkinci variantı tutanlar burada da hə cavabıdır. Əsasda hisslərlə, sevgi ilə əlaqəlidir. Elə fərqi yoxdur. Nə tutmusunuzsa burada da hə cavabıdır dostlar. Üçüncü variantda da burada da əla, maddiyyatla əlaqəli tutanlar, nəsə əldə eləməklə əlaqəli tutanlar tamam, yəni %100 hədir. Burada da çox bəli, üçü də hə cavabıdır dostlar burada. Yəni mən də çox sevinirəm ki, belə hamısı pozitiv çıxdı. İnşallah həyatda da arzularınıza çatarsınız dostlar. Həmişə özünüzü düşünərək və ən əsası pozitivdə olun. Pozitivdə arzu tutun. Hətta kiməsə qarşı hirsiniz, nifrətiniz ola bilər. Kimsə sizə haqsızlıq eləyə bilər. Siz onlara kin bəslədikcə, siz onların pis gününü gözlədikcə elə bir ki, özünüzü mənfi enerjiya salırsınız. Daha çox sizə oldu. Ona görə də buraxın. Nəsə oldu, nəsə səhvlər elədilər, sizə qarşı haqsızlıq oldu, həmin yerdən uzaqlaşın. Amma özünüzü düşünün, gələcəyinizi düşünün. Siz xoşbəxt olanda qisasınızı alacaqsınız dostlar, bunu unutmayın. Hələlik yenə çəkimlər edəcəm. İzlədiyinizə görə də minnətdaram dostlar. Çox sağ olun.